Hörmətli tamaşaçılarımız, adı çəkilən Ayşən xanım, baxın, gördüyünüz bu evdə yaşayır. İndi qapı açıqdır. Gəlin Vəfa xanım, gəlin. Qaynananızın səsləndirdiyi fikirlər nə deyəsiniz? Bax, əvvəla sizi bilirsiniz nədə günahlandırır? Bəli, xəyanətdə. Bəli, 5 il dözdüm hər zülmünə. Nə zülm edirdilər? Bax, sənə Hər dəfə mənə deyirdi ki, səni boşayacağam. Qaynananız. Hər dəfə. Səbəb nə? Şəraitin yoxdur, mebel gətir, atan qazanır, hara verir, ananın qazancı hardadır. Dəfələrlə mənim anamın qazancını tələb eləyibdi. Pul. Ancaq onun üçün puldur hər şey. Bəs bu adı çəkilən bir Rəşad adında bəy var. Ümumiyyətlə Onun özünün qohumudur, özlərinin qohumudur. Çağırırdı dəfələrlə, gəl gəlinimin yanında dur, biz qonaq gedirik. Biz saat 2-yə qədər, 3-ə qədər onu mənim yanımda qarın qovub gedirdilər. Ondan sonra da qayıdıb mənə deyirdi ki, o sana görə bura gəlir. Deyirdim, mənə görə gəlir, qov evindən. Deyir ki, sana görə onu qovacam mən evdən. Deyirdim ki, demirsən, gəlininə görə gəlir. Qov da. Yoldaşınız nə deyir? Bax, sizin qaynanı ilə olay münasibətinizə bu... Yoldaşım da özü həmişə deyirdi ki, bezmişəm anamın əlindən, amma bir oğul olduğuma görə el məni qınayar, qoyub çıxıb gedib. Qaynanamız əməliyyat olarkən o deyir ki, gəlinin mənə bir qız kimi qulluq edib, bax bunu mən canlı şahidi oldum. Qızları gəlmədi, ona mən baxdım, bax bu əllərlə. İkinci məhkəmə qərar verib ki, uşaqlar atasında qalsın. Açıq danışaq sizinlə. Qərar qüvvədə qalarsa, Ayşən nə edəcək? Ölüm olacaq. Sadəcə ölüm. Afət oğlunu mənə versin, mən də oğlumu ona verəcəm. Xeyr, yenidən bir yerdə olmaq qeyri-mümkün gələ deyə qızıldan don geyindirəm, yenə mümkün deyil. Elnur deyilən insanı bir saatlıq mən böyrümə həyat yoldaşı deyib qəbul eləməm. Mən ona demişdim ki, nə problem varsa pis mənəm, mən qəbul edirəm. Pisəm mən, amma evlatlarından qətiyyən üstün gəlmə. Şarjlarımız var ki, onlar məhkəmədə açıq şəkildə oxunurdu. Yəni bunlar da yanlışdır. Yanlışdır. Mənim heç bir əlaqəm yox. Şən yenidən evlənə bilərmi? Xeyr, 2 uşağım var. Sizin Samux icra nümayəndələri Rusubla falan əlaqəniz var? Var. Nə əlaqəniz var? Əlaqəmiz odur ki, işimizi o aparır, uşaqları məndən almaq fikirləri var. Siz ona rüşvət təklif eləmisiniz, düzün deyin. Xeyr. Ananız əl qaldırıb? Xeyr. Mənim anam heç onu görməyibdi. Sadəcə olaraq bircə kəlmə anam dedi ki, sənin eləcə heç əl də atmayıb. Bircə kəlmə deyib ki, boğazından yapışıb səni divara vururam. Bir kəlmə bu söz işlədi mənim anam. Bu işin sonu onsuz da ölümlə bitəcək. Elnurun başını mən qaynanama hədiyyə eləyəcəm. Mənim son sözüm budur. İndi də deyirəm, Elnurun başını gün gələcək Afətə hədiyyə verəcəm. Əgər uşaqlar Afət xanıma gedər. İtirmək şərti ilə.